İşğaldan azad edilən ərazilərə böyük qayıdış davam edir. Bugün Xocalı şəhərinə 25 ailə 136 nəfər, Cəbrayıl rayonunun Horovlu kəndinə isə 47 ailə 189 nəfər yola salındı. Ən xatirələrimiz odur ki, Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimiz sağ olsun. Bizi bu çox həsrətlə yaşadığımız torpağa gedirik. Nə ömür versə də gedirik öz həsrətlə yaşadığımız torpağa. İndi də həsrətimiz başa çatıb. Uşaqlığımız, cavanlığımız, tələbəliyimiz hamısı rayonda qalmışdı. İndi də inşallah bu yaşımızda rayona qayıdırıq. Buradan beləsində orada davam eləyərik. İnşallah Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. 5 uşağım, yoldaşım, özüm çıxmışdım. Özüm də indi böyük oğlumla buradayıq, gedirik. O birilər də maşınla gələcək inşallah. Qayıdırıq öz torpağımıza. 12 yaşım var idi oradan çıxanda. Allah nə ömrümüzü verib orada yaşayacağıq. İnşallah çox sevincliyik, həqiqətən çox sevincliyik. Axırı ki biz də özümüzün öz torpağımıza qayıdırıq. Mən də bir şəhid bacısıyam. Mənim də qardaşım. Cəbrayılda gedən bütün o qaynayan nöqtələrin hamısında yaxından iştirak edib və 3 il döyüşüb, polis idi. Və sonda da 1993-cü il dekabrın 25-də Füzulinin Böyükbəy müəlliməsində qəhrəmancasına şəhid oldu. İndi şəhidlərimizin sayəsində biz 32 ildən sonra öz kəndimizə dönürük. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə, veteranlarımıza Allah Taala can sağlığı versin. Vətən uğrunda ölən varsa o vətəndir. O gözəl şəhidlərimizə, o Şuşa kimi bir alınmaz qalanı 33 il o Məhəmməd Şah Qacarın dövründə mühasirədə qalıb. Ora heç bir quş da səkə bilməyib. Gör bizim o igid oğlanlarımız, Fatih oğlanlarımız, o gözəl Şuşamızı, Qarabağın beşiyi, konservatoriyası oranı necə aldılar. O şəhid anaların əllərindən mən öpürəm. Qazilərimizə can sağlığı arzulayıram. 40 yaşım var idi çıxanda, mən orada orta məktəbdə təhsil almışam, orada institutda hazırlaşıb instituta girmişəm. Burada Bakıda Pedaqoji Universiteti qutarmışam. 17 yaşımda 33 ildir gecikdiyimiz vətənə qayıdıram. Təbii ki də sevinç və kədərsən eyni anda hiss edirəm. Çünki sevinçsi yəni vətənə qayıdıram, nə şey olsun. Amma kədərsiz də bəzi insanlar olmadı. 35 ildən sonra biz xəyalları ilə çox adam gedib. Çox xəyalı ilə gedən adamların da adından indi yoxdur onlar. Bizim atalarımız, analarımız. Ancaq bu saatı məndə minnətdarlıq hissidir. Allah bu xalqa bir də belə günlər, çətin günlər qismət eləməsin. Qeyd edək ki, Xocalı şəhərinə və Cəbrayıl rayonunun Horovlu kəndinə köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan ailələrdir.